Dostlar salam. Bir neçə ay bundan qabaq video paylaşdım ki, düzgün arıqlama barədə. Açığı elə ən çox baxış da həmin video yığmışdı. Deməli, aktual problemlərdən biridir. Lakin suallar çox çıxdı ortalığa ki, mən orada demişdim ki, günə 10.000 addım yürüyüş eləmək məsləhətdir, fiziki aktivlik məsləhətdir. Lakin bəzi insanların oynaqlarında problem var, gəzə bilmirlər, artrozları, 3-cü, 4-cü dərəcə artrozları var. Bəzilərinin vaxtı yoxdur gəzməyə, işdən gec gəlirlər evə. Bəzi insanlar tənbəllik eləyir gəzməyə. Suallar verildi ki, bu halda neyniyək? Bəzi məqamları ola bilsin təkrar elədim. Amma ilkin olaraq məsləhət görürəm ki, karbohidratları, xüsusən də sadə karbohidratları qidadan yığışdırın. Bu şirniyyatdır, şəkərdir, ağ çörəkdir. Çörək ümumiyyətlə yığışdırsınız, lap yaxşı olar. Sadə karbohidratlar tez həzm olur. Sadə karbohidratlar qanda şəkərin miqdarını tez oynadır aşağı-yuxarı. Təbii ki, qəbul eləyəndə qəflətən qalxır. Amma var mürəkkəb karbohidratlar. Noxudda var, lobyada var, sonra arpada var, sonra mürəkkəb karbohidratlar mərcidə var. Bunlar mürəkkəb karbohidratlar qanda şəkəri tədricən qalxızır. Yəni, tədricən həzm olun bunlar, tədricən enerjiyə çevrilir. Yəni, mürəkkəb karbohidratlar bizə kifayət edəcək. Keçirəm əsas məqama, hansı ki, hərəkət eləyə bilməyən insanlara. İnanın ki, evdə oturub sadəcə oturaq vəziyyətdə əl hərəkətləri, bədən hərəkətləri olunsa, bu da enerjinin parçalanmasına gətirib çıxardır və nəticədə arıqlamaq mümkündür. Yəni, piyada çox gəzmədən, fiziki iş çox görmədən də arıqlamaq olar. Buna da tənbəllik eləmək, mən bilən, onda deməli siz arıqlamaq istəmirsiniz. Ən azından mən özüm bir aydan çoxdur çörək yemirəm, bir aya qalan hər şey yeyirəm. 4 kilo, 5 kiloya yaxın çəki azaltmışam. Yəni, bir təcrübə kimi özüm yığışdırdım rasiondan çörəyi, görüm nəticə necə olacaq. Bəzi insanlar aclıq seçirlər. Yəni, ac qalmaqla arıqlamaq bu düzgün deyil. Nə qədər ac qalacaqsınız? Ac qalanda orqanizm keçir özünün müdafiə rejiminə. Başlayır həmin o yağları orqanizmdə saxlamağa, qorxur parçalamağa. Nəticədə nə olur? Nəticədə siz ac qalırsınız. Ola bilsin, biraz arıqlayasınız. Amma sonra əvvəlkindən də çox kökəlmə baş verə bilər. Ona görə ac qalmaqla arıqlamaq bu düzgün seçim deyil. Düzgün seçim, düzgün qidalanmaq, fiziki aktivlik, kifayət qədər su, hər yeməkdən qabaq 1 stəkan su içsəniz, bu da iştahı azaldır və nəticədə biz az yemək yeyirik. Təxminən 30-35 millilitr 1 kilo çəkiyə su qəbul olunmalıdır. Yəni, 70 kiloluq insan təxminən 2 litrə yaxın su qəbul eləməlidir. Bu da arıqlamağa çox mühüm təsir edir. Və yuxu, düzgün yuxu. Yuxusuz qalmaq, bu özü də arıqlamağa mane olacaq. Bunların hamısını bir yerə yığsaq, hərəsi biraz təsir edir arıqlamağa. Yəni, düzgün qidalanma, fiziki aktivlik, su, düzgün yuxu, kompleks şəklində isə nəticədə arıqlamaq olur. Heç günə 10.000 addım gəzməsəniz belə. Təbii ki, gəzsəniz lap yaxşı olar. Ümid edirəm ki, bu videonu sizə xeyri olacaq. Səhifəyə abunə olun, videonu paylaşın. Çox sağ olun, minnətdaram.